Rövşən Yerfi. Şəhidlik zirvəsi. Acı xəbəri səhər vaxtı keçmişdə yaşadıkları məhəllədən zəng vurub çatdırdılar. Özü xahiş etmişdi o məhəllədəki rəfiqəsindən. Yalvarmışdı ki, Talehdən bir xəbər olsa təcili dərhal ona xəbər etsinlər. Talehin nəşi tapılmış, şəhid olması müəyyən edilmişdi. Eşitdiyi an həm kədər yığışıb boğazına dolub nəfəsini kəsmiş, göz yaşlarını saxlaya bilməmişdi. Həm də sevinmişdi 2 aydan çox çəkən üzücü, qeyri-müəyyənliyin bitməsinə. 2 aydan çox idi varlığı, yoxluğu bilinmirdi. Talehin bütün doğmaları, yaxın adamları kimi gecəsi gündüzü səksəkə, nigaranlıq, narahatlıq içində keçirdi. Bilinmirdi ki, sağdır, itkindir ya əsir düşüb. Kaş şikəst olsa belə sağ qalaydı. Qalan ömrünü ona həsr edib qulluğunda durardı. Şikəstliyini unutturardı. Əsir düşməsinə inanmırdı. Xasiyyətini, düşmənə nifrətini bilirdi. Qürurundan özünə qəsd eləyib şəhidliyi seçərdi. Sorağının həsrətini çəkdiyi günlərdə dəfələrlə yuxusuna girmişdi. Həmişəki sayaq, sakit, dinməz, üzündə xoş təbəssüm. Soruşsan cavab verəcək, soruşmasan yalnız baxışları ilə danışacaqdı. O Talehi hələ bir məktəbdə oxuyandan bu cür istəmişdi, sevmişdi. Onun ürəyindəkilərini, sevgisini baxışları ilə hiss etmiş, duymuşdu. Köhnə məhəllədən köçəndən sonra hərdən bir şəhərdə rastlaşmışdılar. Nəyisə bəhanə edib görüşmüşdülər. Talehdən bir dəfə də səni sevirəm sözünü eşitməmişdi. Heç buna ehtiyac da yox idi. Gözlərindən onu necə istədiyini anlamışdı. Bilirdi ki, yaşı 30-a yaxınlaşsa da evlənmək üçün maddi sıxıntılar üzündən aralarındakı münasibəti rəsmiləşdirməyə tələsmir. Onu başa düşürdü, qınamırdı. Hələ ki cavan idilər. İllərlə gözləməyə razı idi. Tək onun istədiyi şərait, zaman həyatda alınsın. Taleh əskəri xidmətdə tankçı, baş çavuş olmuşdu. Müharibə başlayan gündən onu ehtiyatda olan gərəkli hərbi qulluqçu kimi səfərbərliyə çağırdılar. O ləngimədən elə həmin gün yaxınları ilə heç onunla da sağollaşmadan cəbhəyə yola düşmüşdü. Başqa cür ola bilməzdi, ona yaraşmazdı. Hər işində məsuliyyətli olan, ömründə yalan danışmayan, sözünün, hərəkətinin yerini bilən, vətəni qəlbən sevən bir adamdan başqa nə gözləmək olardı? Onun halal zəhmətlə yaşayan ailəsi, müəllim işləyən anası belə öyrətmiş, ona belə tərbiyə vermişdi. Odur ki, az keçməmiş komandir təyin edildiyini, gizir olmasını eşidib sevinmiş, ürəyində onunla fəxr etmişdi. Heyif ki, bu sevinci uzun sürmədi. Daha bir neçə həftə keçmişdi, döyüşlərin birindən sonra Talehdən xəbər ətər kəsilmişdi. Ay ötdü, müharibə başa çatdı. Müharibənin dayanmasına üzü gülsə də, əndişədən ürəyi qan ağladı. Onun taleyindən xəbər olmaması ümidlərini sarsıtdı. İtkin düşməsi ehtimalı günü-gündən artdı. Allaha dua eləyirdi, heç olmasa nəşi tapılsın, məzarı olsun. İstəyəndə gedib onu ziyarət etsin. Nəhayət, uzun çəkən axtarışlar nəticə vermiş, taleyin şəhid olması tam təsdiqini tapmışdı. Dəfni bugün günortadan sonraya təyin edilmişdi. O bütün işlərini atıb, kimsə ilə məsləhətləşmədən günortaya dək əvvəllər yaşadıkları məhəlləyə yetişməyə tələsdi. Necə var? Taleyi ilə vidalaşmalı, kənardan da olsa tabutunu görməli idi. Məhəlləyə girən yol Talehgilin evlərinə burulan o dar dalan bayraqlarla bəzədilmişdi. Küçədə adam əlindən yerimək mümkün deyildi. Bütün məhəllə Taleh ilə vidalaşmağa çıxmışdı. Tabutu əvvəlcə maşında, sonra əskərlər çiyinlərində gətirdilər. İnana bilmirdi, ağlına sığışmırdı. Yəni, doğrudanmı Taleh şəhid olub? Tabutdakı doğrudanmı onun nəşidir? Kədərin ağırlığından nəfəsi tutulurdu. İçini çəkməklə yüngülləşirdi, yoxsa ürəyi partlayardı. Eyni zamanda tabuta görə sevinir, şükür edirdi. Axı onun nəşinin də olsa tapılmağından ötürü Allaha nə qədər yalvarmışdı. Qoysaydılar yaxına gedib tabutu qucaqlayıb, ürək dolusu ağlayardı, amma olmazdı. Məhəllədəki keçmiş qonşuları onu tanıyardılar. Yazıqları gələrdi. İstəmirdi bədbəxt görünsün. Əksinə, qürur hissi keçirirdi ki, onun istəklisi vətənə qurban gedib, şəhid olub.
Tanınmaması üçün başındakı qara kəlləğayısı ilə gözlərindən savayı üzünü örtüb, qadınlar dayanmış yerdə durub, hönkürtüsünü boğaraq göz yaşları içinə ürəyini axıdırdı. Dini ayindən sonra tabutu yenidən maşına qaytarıb şəhidlər xiyabanına dəfn etməyə apardılar. Maşının önündə Talehin gizir formasında iri portreti qoyulmuşdu. Gözlər, baxışlar həminki idi. Sanki yenə ona sevgisini çatdırmaq istəyirdi. Gedən tabut idi. Taleh isə qəlbində idi. Talehi unuda bilərdimi? Heç vaxt. Bundan sonra Allah ona nə cür qismət, nə qədər ömür versə də, Talehə olan məsum, günahsız sevgisini yadından çıxara bilməyəcəkdi. Hərdən özündən asılı olmayaraq yuxusuna gəlirdi. Dinməz, sakit, xoş təbəssümü ilə. Hey çalışsa da ondan bir söz ala bilmirdi. Taleh ona elə yüksəklikdən, elə uca zirvədən baxırdı ki, yaxınlaşmaq da mümkün olmurdu. Bu zirvə şəhidlik zirvəsi idi.